Bugünkü mövzumuz Səfəvi dövləti 17-ci əsrdə ictimai, iqtisadi həyat və idarəetmə sistemi. Qəsr Şirin sülhü o vaxta qədər bağlanmış Səfəvi Osmanlı müqavilələrindən fərqli olaraq iki dövlət arasındakı münasibətlərdə uzun müddətli sabitliyi təmin edə bildi. Bilir ki, Qəsr Şirin imzalanıb 1639-cu ildə və Qəsr Şirin sülhü imzalanır. Digər müqavilədən fərqli olaraq bu müqavilə ilə uzun müddətli sabitlik təmin edilir. Yaranmış sabitlik Azərbaycanın sosial-iqtisadi həyatında müəyyən canlanmaya səbəb oldu. Müharibələr zamanı qonşu ərazilərə səpələməyə məcbur olmuş əhali tədricən öz yerlərinə qayıtmağa başladılar. İqtisadi əlaqələr bərpa olundu. Ölkənin təsərrüfat həyatı dirçəldi. Yəni, Qəsr Şirin imzalanır, artıq 100 il ərzində Səfəvi Osmanlı arasında yeni müharibələr baş vermir deyə ölkədə sabitlik təmin edilir və bundan sonra sosial-iqtisadi həyat dirçəlməyə başlayır. İlk öncə baxaq torpaq mülkiyyət formalarına. Deyirik ki, 17-ci əsrdə Azərbaycanda torpaq mülkiyyət formalarında ciddi dəyişiklik olmamışdı. Yəni, 17-ci əsrdə torpaq mülkiyyət formalarında ciddi dəyişiklik olmamışdı. Bu dövrdə mövcud olmuş torpaq mülkiyyət formaları icma, divan, vəqf, xalisə, tiyul, mülk. Bunlardan yeni yaranan tiyuldur. Yəni, mövcud olanlar icma, divan, vəqf, mülk, xalisə, yeni yaranan tiyul idi. İlk Səfəvi şahları soyurqal torpaqlarını paylamağı ləğv eləmişdilər. Soyurqalı ləğv edir və onun yerinə yeni bir torpaq, tiyul torpaqları paylamağa başlamışlar. Bilirik ki, soyurqal torpaq mülkiyyət forması 15-ci əsrdə Qaraqoyun dövlətinin dövründə yaranmışdı. Hərbi xidmət müqabilində verilirdi. Lakin soyurqal həm irsi keçirdi, həm də vergidən azad idi. Ona görə soyurqalın mövcud olması mərkəzi hakimiyyəti zəiflədirdi. Eyni zamanda dövlətin nəzarətində olan yararlı torpaq fondunu azaldırdı. Elə ona görə deyirik ki, Ağqoyunlu, Qaraqoyunlu dövləti mərkəzləşmiş dövlətə çevrilə bilmədi. Elə ona görə Səfəvilər ilk vaxtlar soyurqal paylamağı dayandırır, soyurqalın yerinə hərbi xidmət müqabilində tiyul torpaqları paylayırdılar. Tiyul, hərbi və mülki xidmətə görə verilən şərti torpaq mülkiyyət forması idi. Yəni, soyurqalın yerinə tiyul paylayırlar, hərbi və mülki xidmətə görə paylanırdı. Yalnız şahın fərmanı ilə irsi keçə bilərdi. Tiyulun sahibi adlanırdı tiyuldar, eyni zamanda tiyuldar dövlətə vergi ödəyirdi. Bu dövrdə şah və onun ailəsinə məxsus torpaqlar adlanırdı xalisə. Şah və onun ailəsinə məxsus torpaqlar adlanırdı xalisə. Gəliri birbaşa xəzinəyə göndərilir, şahın razılığı ilə mühüm məsələlərə yönəldilirdi. Dövlətə məxsus torpaqlar divan idi, bilirik ki. Divan dövlətə məxsus torpaqlar idi. Bu torpaqlardan əldə olunan bütün gəlirlər dövlət xərclərinin ödənilməsinə sərf edilirdi. Feodallara məxsus torpaqlar bilirik ki, mülk olub. Ərəblərin dövründə yaranmışdı da mülkdə. Məscidlərə və ruhanilərə məxsus torpaqlar vəqf idi. Kənd icmasına məxsus torpaqlar isə cəmaət torpaqları idi. Soyurqalı bu dövrdə ləğv eləsələr də məhdud, yəni çox az şəkildə məşhur seyidlərə, dərvişlərə, elm xadimlərinə verilirdi. Deməli, 17-ci əsrdə torpaq mülkiyyət formalarında ciddi bir dəyişiklik edilmədi. Əsas torpaq mülkiyyət forması bu dövrdə bir divan, bir xalisə idi. Yeni torpaq mülkiyyət forması tiyul idi. Tiyul soyurqalın yerinə paylanırdı. Soyurqalı ləğv eləsələr də məhdud şəkildə, yəni az bir şəkildə məşhur seyidlərə, dərvişlərə, elm xadimlərinə paylanırdı. İndi baxaq, bu dövrdə, yəni 17-ci əsrin ikinci yarısında hakim təbəqəni təşkil edən feodallara, yəni 17-ci əsrin ikinci yarısında hakim təbəqəni təşkil edən feodallar 3 qrupa bölünür. Yəni, bu vaxta qədər bölünməyib. Yalnız 17-ci əsrin ikinci yarısında feodallar bölünürdü 3 qrupa. 1. Qızılbaş tayfalarının başçılarından ibarət olan hərbi əyyanlar. Yəni, qızılbaş tayfalarının başçılarından ibarət olan hərbi əyyanlar. 1. Hərbi əyyanlar. 2. Alişiyə ruhanilər. 3. Mülki əyyanlar. Ardıcıllığı pozmaq olmaz. Birinci yerdə hərbi əyyanlar, ikinci yerdə alişiyə ruhanilər, üçüncü yerdə məmurlar və mülki əyyanlar. İndi bir baxaq. Dedi ki, qızılbaş tayfalarının başçılarından ibarət olan hərbi əyyanlar Səfəvi dövlətinin idarə sistemində hələ də mühüm mövqeyə malik idilər.
Deməli, Səfəvi dövlətində mühüm mövqeyə malik olan qızılbaş tayfalarından ibarət olan hərbi əyanlar idi. 2. Ali şiə ruhanilər dini idarələrə və məhkəmələrə rəhbərlik edirdilər. Deməli, ali şiə ruhanilər 1. Dini idarələrə, 2. Məhkəmələrə rəhbərlik edirdilər. 3. Mülki məmurlar mərkəzi və yerli idarə sistemlərində işləyən məmurlar idi. Mərkəzi və yerli idarə sistemində işləyən məmurlar 3-cü təbəqədə idi. 17-ci əsrdə indi baxaq kəndlilərin qrupuna. Bu saydıqlarımız feodallar bölünmüşdü. İndi baxaq kəndli qruplarına. Yəni bunun hər ikisi 17-ci əsrə aiddir. 17-ci əsrin ikinci yarısı. Yəni bundan əvvəlki tarixə bunları götürə bilmərik. Deməli, 17-ci əsrdə Azərbaycanda kəndlilər bölünürdü 3 qrupa. Rəiyyət, rəcbər, bir də elatlar. Rəiyyət, rəncbər, elat. İlk öncə baxaq rəiyyətə. İş heyvanı, istehsal alətləri olan və feodaldan aldığı torpağı özü becərən kəndli rəiyyət adlanırdı. Deməli, iş heyvanı, istehsal alətləri olan və feodaldan aldığı torpağı özü becərən kəndli rəiyyət adlanırdı. Təsərrüfatsız, təsərrüfata malik olmayan kəndlilər rəncbər idi. Deməli, təsərrüfata malik olmayan kəndlilər rəncbər idi. Elatlar maldarlıqla məşğul olan, orduda xidmət əvəzində az miqdarda vergi və mükəlləfiyyətlər verənlər idi. Yəni, orduda xidmət edirdilər, yaylaq qışlaq maldarlıqla məşğul olurdular. Orduda xidmət etdiklərinə görə az vergi ödəyirdilər. Elatlar bu dövrdə az vergi ödəyirdilər. İndi baxaq vergilərə. Bu dövrdə Azərbaycanda irili xırdalı 35-ə qədər vergi növü var idi. Deməli, bu dövrdə Azərbaycanda irili xırdalı 35-ə qədər vergi növü var idi. Əsas məhsul vergisi bilirik ki, mal cəhəti idi. Dövlət iqtisadi cəhətdən zəifləyib müflisləşdikcə mal cəhətin həcmi də artırdı. Deməli, bu dövrdə 35-ə qədər vergi növü var idi. Bunlardan mal cəhət, bəhrə, cizyə, çobanbəy, bağbaşı, tamğa. Deməli, mal cəhət, bəhrə, cizyə, çobanbəy, bağbaşı, tamğa. Bilirik ki, mal cəhət, bəhrə, çobanbəy, bağbaşı 15-ci əsrdə yaranıb, cizyə ərəblərin dövründə, tamğa isə Monqolların dövründə yaranmışdı. Bu dövrdə, Monqolların dövründə yaranan tamğanı bilirik ki, 15-ci əsrdə Uzun Həsən ləğv eləməyə çalışıb, amma ləğv eləyə bilməmişdi. Lakin Təhmasib 1565-ci ildə tamğa vergisini ləğv eləyir və bundan sonra ticarət daha da inkişaf edir. Hətta bir mənbə məlumatına baxaq ki, deyir ki, Təhmasib həftənin hər günü müəyyən işlərin görülməsini əvvəldən planlaşdırırdı. Deməli, Təhmasib həftənin hər günü müəyyən işlərin görülməsini əvvəlcədən planlaşdırırdı. Onun fərmanı ilə dəftərxanada toplanmış bütün məsariflər, borclar ləğv edilmişdi. Deməli, onun fərmanı ilə dəftərxanada toplanmış bütün borclar ləğv edilmişdi. Hər il təqribən 80 min tümənə çatan vilayətlərdən toplanan tamğanı onlara güzəştə getdi. Rəiyyətdən 10-20 illik vergini almaqdan imtina elədi. Təhmasibin dövründə. Vergi islahatı keçən hökmdarlardan Şah Abbası, Şah Sultan Hüseyin də oxşar götürə bilərik. Hətta bilirik ki, Şah Abbas vergi sayəsində özbaşlarının qarşısını almış və bəzi şəhərlərdə vergilərdən azad eləmişdi. Bəzi şəhərlər isə vergilərdən azad eləmişdi. İndi baxaq, bu dövrdə mövcud olmuş şəhərlərimizə. Əvvələ qayıtdı niyəsə. İndi baxaq, bir dəqiqə. 10-cu sinifə qayıdaq. Bu dövrdə mövcud olmuş şəhərlərimiz. 16-17-ci əsrdə Azərbaycan şəhərləri bilirik ki, Səfəvi dövlətinin dini və siyasi mərkəzi Ərdəbil idi. Səfəvilərin dini və siyasi mərkəzi Ərdəbil idi. Azərbaycanın ən böyük, Səfəvilərin isə ikinci şəhəri Təbriz idi. Deməli, Azərbaycanın ən böyük, Səfəvilərin ikinci şəhəri, xəritədə baxaq, Təbriz idi. Azərbaycanın ən böyük, Səfəvilərin ikinci şəhəri Təbriz idi. Hakimləri, yəni Təbriz hakimləri Səfəvi ordusunun baş komandanı vəzifəsini icra edirdilər.
yalnız 17-ci əsrin sonlarına qədər. Deməli, Təbriz hakimləri Səfəvi ordusunun baş komandanı vəzifəsini icra edirdilər 17-ci əsrin sonlarına qədər. Bilirik ki, Təbrizdə ən böyük örtülü bazar olan Qeysəriyyə bazarı var idi ki, Həsən Padşahın dövründə inşa olunmuşdu. 85-ci ildə Sufyan döyüşündən sonra dağıdılmış, 17-ci əsrdə isə bərpa edilmişdi. 17-ci əsrdə isə bərpa edilmişdi. İndi baxaq Şamaxı şəhərinə, xəritə üzərində baxaq. Şamaxı deyirik ki, Şirvanın iqtisadi və siyasi mərkəzi idi. Səfəvi dövlətinə birləşdirildikdən sonra Şirvan bəylərbəyliyinin paytaxtına çevrilmişdi, yüksək keyfiyyətli ipəklə məşhur idi. Deməli, Səfəvilərin dini və müqəddəs şəhəri Ərdəbil, Azərbaycanın ən böyük, Səfəvilərin ikinci böyük şəhəri Təbriz, Şirvanın iqtisadi və siyasi mərkəzi Şamaxı idi. Eyni zamanda Şirvan bəylərbəyində mərkəzi idi. İndi baxaq Beyləqan şəhərinə. Slavyanların Bərdəni dağıtmasından sonra deyirik ki, Beyləqan dirçəlməyə başlamışdı. Slavyanların Bərdəni dağıtmasından sonra Beyləqan dirçəlməyə başlayır. Bir müddət Səlcuq canişinin mərkəzi olmuş, Monqol yürüş nəticəsində dağıdılmış və özünə gələ bilməmişdi. Beyləqanı həm də duluzçuluq ilə məşhur idi. Demək, xəritə üzərində baxırıq. Dedik ki, Slavyanların Bərdəni dağıtmasından sonra dirçəlmiş, Səlcuq canişinin mərkəzi olmuş, lakin Monqol yürüş nəticəsində dağıdılmış və özünə gələ bilməmişdi. İndi baxaq Dərbənd şəhərinə xəritə üzərində. Dərbənd bilirik ki, 15-ci əsrin ikinci yarısına qədər Azərbaycanın ən böyük liman şəhəri və strateji qalası idi. Kətan və pambıq mərkəzi idi Dərbənd. Amma bilirik ki, 15-ci əsrin ikinci yarısından artıq əsas liman şəhərimiz Bakı oldu. Bakıdan həm də neft çıxarılırdı. İndi baxaq Naxçıvan şəhərinə. Naxçıvan bilirik ki, Səfəvi-Osmanlı müharibələri zamanı bir neçə dəfə dağıdılmış, hətta Sultan Süleymanın dövründə 1554-cü ildə Naxçıvan yandırılmışdı. O dövrdə əhalisi Şah Abbas tərəfindən ölkənin içərilərinə köçürülmüşdü. İndi baxaq Gəncə şəhərinə. Gəncə əvvəllər bilirik Şəddadilərin paytaxtı, daha sonra Səlcuq canişinliyin mərkəzi, daha sonra isə Səfəvilərin Qarabağ bəylərbəyliyinin mərkəzi olmuşdu. İpəkçilik və silah istehsalı mərkəzi idi. Deməli, Gəncə həm ipəkçilik, həm də silah istehsalı mərkəzi idi. İslam dünyası ilə Xristiyan dünyası arasında mühüm strateji qala idi. Deməli, İslamla Xristiyanlıq arasında mühüm strateji qala Gəncə şəhəri olub. İspaniyaya gedən Səfəvi diplomatı Oruc bəy Bayat Gəncə şəhərində 50.000 ailənin yaşadığını qeyd eləmişdi. Oruc bəy Bayat 50.000 ailənin yaşadığını qeyd eləmişdi. Bundan başqa deyirik ki, 16-cı əsrdə İngilis tacirləri Cənubi Qafqazın ən böyük ipəkçilik mərkəzi kimi Ərəşin adını çəkirlər. Ən böyük ipəkçilik mərkəzi Ərəşin adını çəkirlər. İndi baxaq deyirik ki, 17-ci əsrdə Azərbaycan inzibati cəhətdən 4 bəylərbəyliyə bölünürdü. Yəni, burada biraz diqqətli olaq. Səfəvilər 4 bəylərbəyliyə bölünməyib. Səfəvilərin tərkibində Azərbaycan 4 bəylərbəyliyə bölünürdü. Qarabağ, mərkəzi Gəncə, Şirvan, mərkəzi Şamaxı, Çuxursəd, mərkəzi İrəvan. İlk öncə bilirik ki, 2 bəylərbəylik yaranır. Bir Qarabağ, bir Təbriz. Daha sonra isə Çuxursəd və Şirvan bəylərbəyliyi yaranmışdı. Cənubi Azərbaycan torpaqlarını əhatə edən Təbriz bəylərbəyliyi mərkəzi Təbriz şəhəri idi. Bəylərbəyliyə daxil olan mahalları Qolbəyi idarə edirdi. Yəni, danışırıq 17-ci əsrdən. Çünki bilirik ki, mahalları 16-cı əsrdə naib idarə edirdi. İndi artıq 17-ci əsrdən danışdığımıza görə, deməli, bəylərbəylikləri idarə edirdi bəylərbəyi, amma mahalları idarə edirdi Qolbəyi. 16-cı əsrdə naib, 17-ci əsrdə Qolbəyi. Daha kiçik inzibati vahidləri idarə edənlər sultan titulu daşıyırdı. Daha kiçik inzibati vahidləri idarə edənlər sultan titulu daşıyırdı. Bilirik ki, sultan da tabi idi Qolbəyiyə. Ali hərbi inzibati mövqe tutan şəxslər adlanırdı xan. Deməli, Qolbəyi, sultan, xan. Bu kimi terminlər aiddir 17-ci əsrə. Yəni, 16-cı əsrdə sultan, Qolbəyi, xan yox idi. 16-cı əsrdə
Daha doğrusu 16-cı əsrdə yox idi, 17-ci əsrdə var. 16-cı əsrdə mahalları Naib, 17-ci əsrdə Qolbəyi. Deməli, Qolbəyi, Sultan xan 17-ci əsrə aid terminlərdir. İndi baxaq İrəvan şəhəri haqqındakı məlumatlara. Bilirik ki, İrəvan 4-cü Murad tərəfindən 1635-ci ildə ələ keçirilmişdi. İrəvan şəhəri 1635-ci ildə ələ keçirilmişdi. Və ələ keçirildikdən sonra 1635-ci 4-cü Murad İrəvanı ələ keçirdi. Və ələ keçirdikdən sonra İrəvanı ələ keçirməsi münasibəti ilə bir sənəd tərtib eləmişdi ki, bu sənəddə İrəvan Turan və İran məmləkətinin şərəfi, Naxçıvan və Şirvanın qapısı Azərbaycan mülkünün həsəd doğuran İrəvan qalası adlandırmışdı. Deməli, İrəvanı ələ keçirən 4-cü Murad 1635-ci ildə İrəvan ələ keçirdi. Ələ keçirməsi münasibətilə İrəvanı Turan və İran məmləkətinin şərəfi, Naxçıvan və Şirvanın qapısı Azərbaycan mülkünün həsəd doğuran İrəvan qalası adlandırmışdı. 1655-ci ildə İrəvana gəlmiş Avropa səyyahı Jean Basit Tavernier şəhər qalasında yalnız müsəlmanların yaşadığını qeyd eləmişdi. Şəhər qalasında yalnız müsəlmanların yaşadığını qeyd eləmişdi. İndi baxaq sənətkarlığa. 17-ci əsrin sonunda, daha doğrusu, bilirik ki, sənətkarlar Monqol işğalı dövründə Əxliyə adlanan birlik yaratmışdılar. Sənətkarlar Monqol işğalı dövründə Əxliyə adlanan birlik yaratmışdılar. Yəni 13-14-cü əsrlərdə Əxliyə adlanan birlik yaratmışdılar. Daha sonra bu əxlər 17-ci əsrdə adlandı əsnaflar. Yəni 17-ci əsrdə yaranmış birliklər adlandı əsnaflar. Bu dövrdə sənətkarlar 3 təbəqəyə bölünürdü. Sənətkar təşkilatında birləşənlər, müstəqil fəaliyyət göstərənlər, feodal emalxanada çalışanlar. Deməli, bilirik ki, Monqol dövründə sənətkarlar əxlik birliyini yaratmışdılar, yəni Monqol işğalından qorunmaq üçün. 17-ci əsrdə yaranan sənətkar birliyi isə əsnaf idi. Əsnaflara başçılıq eləyirdi məlikü tüccarlar. Məlikü tüccarlar isə tacirlər arasında sağlam rəqabət yaradılmasına nəzarət edirdilər və dövlət vergilərini bölüşdürürdülər. Dedik ki, 17-ci əsrdə sənətkarlar bölündü 3 təbəqəyə. Sənətkar təşkilatında birləşənlər, müstəqil fəaliyyət göstərənlər, feodal emalxanada çalışanlar. İndi baxaq ticarətə. Səfəvi şahları, yəni Təhmasibin dövründə, Şah Abbasın dövründə, Şah Süleymanın dövründə ticarətə böyük önəm verirdilər. Yəni həm Təhmasib, həm Abbas, 1-ci Abbas və 2-ci Abbas. Eyni zamanda Şah Süleyman ticarətə böyük önəm verirdilər. Onların dövrünə deyirik ki, Venesiya, Almaniya, İspaniya, İngiltərə, Rusiya və başqa Avropa dövlətləri ilə ticarətlər inkişaf etdirilmiş. Eyni zamanda Hindistan, Çin, Misir məmlükləri də ticarət əlaqələri gücləndirilmişdi. Yəni həm Təhmasibin, həm Şah 1-ci Abbas və 2-ci Abbasın, eyni zamanda Süleymanın dövründə Venesiya, Almaniya, İspaniya, İngiltərə, Rusiya, Avropa dövlətləri ilə ticarət əlaqələri inkişaf etdirilmiş, Hindistan, Çin və Misir məmlükləri ilə də ticarət əlaqələri saxlanılmışdı. 16-17-ci əsrlərdə İngiltərənin Moskva şirkətinin tacirləri Azərbaycana gəlirdilər. 16-17-ci əsrlərdə İngiltərənin Moskva şirkətinin tacirləri Azərbaycana gəlirdilər. Bilirik ki, Moskva şirkəti 1555-ci ildə yaradılmışdı. Məqsəd isə Volqa-Xəzər ticarət yolu ilə Səfəvi dövləti və Hindistanla ticarət etmək idi. Yəni Moskva şirkəti İngiltərənin şirkətidir. Yəni Rusiya ilə əlaqəsi yoxdur. Bu dövrdə bilirik ki, beynəlxalq ticarət yolu Culfadan keçirdi. Deməli, bu dövrdə beynəlxalq ticarət yolu Culfadan keçirdi. Culfa tacirləri Azərbaycanın xam ipəyini Avropanın Amsterdam, Marsel, Venesiya şəhərlərinə, eyni zamanda Osmanlı və Hindistana aparıb satırdılar. Deməli, Culfanın tacirləri Azərbaycan ipəyini, xam ipəyini daha doğrusu, Amsterdam, Marsel, Venesiya,
eyni zamanda Osmanlı və Hindistana aparıb satırdılar. Təhmasib, Volqa-Xəzər yolu ilə ticarəti canlandırmaq, Azərbaycan xam ipəyini bu yolla Avropa bazarına çıxarmaq üçün addımlar atır. Hətta diqqətli olaq, Səfəvi şahı bu məqsədlə Moskvaya elçi göndərir. Rus dövləti ilə iqtisadi və diplomatik əlaqələri möhkəmləndirmişdi. Elə ona görə deyirik ki, 1-ci Təhmasibin dövründə ingilislərin Moskva şirkəti ilə Səfəvi ipəyinin satılması ilə bağlı müqavilə imzalanmışdı. İngiltərənin Moskva şirkətinin nümayəndəsi Anthony Jenkinson Xəzər dənizi vasitəsilə Cənubi Qafqaza, İrana və Hindistana gedən yolları öyrənmək üçün Azərbaycana göndərmişdi İngiltərə. Və Təhmasibin göstərişi ilə diqqət olaq, Qəzvində Anthony Jenkinson ilə Şirvan bəylərbəyi Abdullah xan ustacılar arasında müqavilə imzalanır. Yəni Şirvan bəylərbəyi ilə görüşür, amma müqavilə imzalanır Qəzvində. Qəzvində imzalanmışdı bu müqavilə. Deyirik, lakin daha sonra 16-cı əsrin sonunda İngilis tacirlərin Azərbaycanda mövqeyini möhkəmləndirməsi Rusun xoşuna gəlmir və bundan sonra Rusiya İngilislərin ticarət imtiyazını ləğv eləyir, Moskva şirkətinin öz ölkəsində fəaliyyətini dayandırır. Dördüncü van bu ölkənin fəaliyyətini dayandırır. Yəni, Moskva şirkətinin fəaliyyətinin dayanması 4-cü van dövrünə düşür. 17-ci əsrin ikinci yarısında Böyük İpək yolu əhəmiyyətini itirdikdən sonra Azərbaycanın Avropa ilə ticarət əlaqələri zəifləmiş, yerli məhsulların ixracatı kəskin sürətlə aşağı düşmüşdü. Şah II. Abbas və Şah Süleyman dəfələrlə bilirik ki, Osmanlılarla müharibəyə çəkilsə də, onlar bu dövrdə, yəni Şah II. Abbasın dövründə də, Süleymanın dövründə də Osmanlı ilə müharibə aparılmamışdı. 17-ci əsrdə Rusiya ilə iqtisadi və ticarət əlaqələri genişləndi. Yəni, Moskva şirkətini ləğv elədilər, yəni Rusiya öz ölkəsini ləğv elədi. Daha sonra da Böyük İpək yolu öz əhəmiyyətini itirdikdən sonra artıq Rusiya ilə iqtisadi və ticarət əlaqələri genişlənir. Ruslar Azərbaycana əlverişli satış bazarı kimi baxırdılar. Tacirləri Şirvana xüsusi əhəmiyyət verirdilər. Bu dövrdə Azərbaycana Rusiyadan xəz dəri, mis, qala, kağız gətirilirdi. Deməli, bu dövrdə Azərbaycana Rusiyadan xəz dəri, mis, qala, kağız gətirilirdi. Azərbaycana Rusiya aparılırdı təbii ki, ipək parçalar, ipək xalçalar və yunlar. Eyni zamanda Azərbaycan bu dövrdə Hindistan ilə aktiv ticarət əlaqələrinə malik idi. Bu dövrdə Azərbaycana Hindistana xam ipək parça, neft, zəfəran aparılırdı. Bunun qarşılığında isə Hindistandan Azərbaycana ədviyyat gətirilirdi. Deməli, Azərbaycana Hindistana aparılırdı xam ipək parça, neft, zəfəran, Hindistandan Azərbaycana gətirilirdi ədviyyat.